Salam. Sumqayıt şəhər Məhəmməd Füzuli adına tam orta ümumi təhsil məktəbinin riyaziyyat müəlliməsi Sadıxovun Məhsəti 7C sinifində 27 fevral tarixində xətti funksiya mövzusunda açıq dərs təşkil etmişdim. Təbii ki, bütün müəllimlərin bu dərsdə iştirakının imkansız olduğunu nəzərə alaraq açıq dərsimin icmalını video görüntü olaraq paylaşmağa qərar aldım. Mən açıq dərsdə, ümumiyyətlə dərslərin mərhələsi necə baş verir, biz bunu bilirik və xətti funksiya mövzusunun standartına uyğun dərsin məqsədini, eləcə də təlim nəticəsini müəyyən etmişdik. Motivasiya mərhələsi olaraq... Mən René Descartes'am. Sizə koordinat sistemini bəxş etdim ki, kainatda yolunuzu itirməyəsiniz. Hədəflərinizə çatmaq sizə çətin gəlməsin. Mənim sistemimdə təkcə nöqtələr yox, sizin arzularınız və xarakteriniz də yer alır. Bugün siz Məhsəti müəllimin köməyi ilə öz həyat xəttinizi formalaşdırmaq haqqında düşünəcəksiniz. Unutmayın, düşünürsünüzsə deməli varsınız. Dürüst şəkildə ucalırsınızsa, deməli qalibsiniz. Deməli, süni intellekt vasitəsilə mən René Descartes'in dilindən şagirdlərin dərsə cəlb etmə motivasiya mərhələsində onlara dərsin fəaliyyət xəttini demək olar ki, çatdırmağa çalışmışdım. Belə ki, bizim dərsin təlim nəticəsində nəyə nail olmamız lazım idi? Şagird riyazi təhlil etməyi bacarsın, xətti funksiyanın əmsallarına görə qrafikin vəziyyətini və gedişatını təsvirini şərh edə bilsin. Modelləşdirmə, verilmiş həyata situasiyaları xətti funksiya modelinə çevirərək, bu model əsasında strateji mülahizələr yürütməyi bacarsın. Şagirdin tənqidi yaradıcı düşünməsi, funksiyanın parametrlərdən asılı olaraq qrafikin dəyişməsini analiz etməsi, riyazi qanuna uyğunluqlarla əlaqələndirib əsaslandırılması. Bu bizim dərsimizin təlim nəticəsi idi. Bu dərsdə mən dərs prosesini necə qurdum? Təbii ki, yönəldici suallarla şagirdin bu vaxta qədər olan baza bilikləri, funksiya haqqında, koordinat sistemi haqqında, funksiya qrafika haqqında bildiklərini xətti funksiya ilə əlaqələndirmək. Amma ən başlıcası isə xətti funksiyanın bizə nə üçün lazım olduğunu. Çünki biz dərsdə əsasən nəyə nail ola bilməliyik? Belə deyək, hər bir fən müəlliminin dərsdə nail olmalı olduğu şey nədir? Şagird keçdiyi, öyrəndiyi, aldığı məlumatın onun üçün nə qədər faydalı olduğunu anlatmaq. Təbii ki, xətti funksiyanın müxtəlif fənlərlə inteqrasiyası, uşağın əyani olaraq xətti funksiyanı təsvir edə bilməsi üçün nümunələr gətirərək fikirlərini formalaşdırmaq, onları düşünməyə yönəltmək. İstər, demək, baxın, nümunələr olaraq bu nümunələri vermişdim. Bir internet operatoru hər ay 10 manat sabit abunə haqqı ödəyir. İstifadə olunan hər gigabayt üçün 2 manat tələb edir. Sərf olunan internetin və ümumi məbləğin arasındakı asılılıq necə ifadə olunur? Digər müxtəlif nümunələrdən istifadə etdim. Coğrafiya ilə bağlı, biologiya ilə bağlı, fizika ilə bağlı əlaqələrini. Eləcə də və mənim ən çox inteqrasiyanı ədəbiyyat üzərindən qurdum. Çünki bu mənim öz ədəbiyyat müəllimimə olan, Allah rəhmət eləsin, Mərdan müəllim, heç zaman onun üzərimdəki əməyini unutmaram. Bəxtiyar fəlsəfəsi ilə funksiya qrafika arasındakı əlaqəni qurmağa çalışdım. Və çox sevdiyim bir şeirdən misralarla funksiya qrafikini uşaqlarda təsəvvürünü yaratmağa çalışdım. Hər gün 2 dəfə keçirdim sizdən. Kəssə də yolumu qar, boran, saza. Gedişim yüngüldür, gəlişimlə mən hər dəfə bir pillə artırdım ancaq. Digər bir beyt, digər bir şeirdən olan bir bənddən, kitablardan beyninə damla-damla nur düşər. Bir gün keçər axırda, çantan da yüngülləşər.
artan və azalan funksiyaların qrafiklərini şagirdlərin gözləri önündə canlandırmağa çalışdım. Və təbii ki, bu vaxta qədər biz öyrənmişik ki, qruplar yaradılarkən onlara verilən tapşırıqlar bərabər şəkildə bölünməlidir. Bütün şagirdlər eyni bir materialı işləməlidir. Mənim düşüncəmə görə, bu mənim fikrimdir ki, biz bütün şagirdlərdən eyni nəticəni almağa çalışmamalıyıq. Bu şagirdin bəzilərinin üzərinə özlərindən ağır bir yükün düşməsi nəticəsində onlarda depressiya yaradır, başqa şagirdlərin bacardıqlarından onların geri qaldıqlarını düşündürür. Buna görə də bunun qarşısını almaq üçün hər bir şagirdin imkanları, götürmə qabiliyyətləri, öyrənmə bacarıqları, bütün bunları nəzərə almaqla qrupların bölünməsini düşündüm. Buna görə də mən diferensial masalar qurmuşdum. Bu diferensial masalarda, təbii ki, masalarda qrupların adının seçimindən tutmuş, logoların seçiminə qədər bütün bunlar elə nəzərə alınmalıdır ki, şagirdlərin hansınasa sən zəifsən, sən güclüsən, sən ortasan fikrini formalaşdırmır. Sadəcə şagird nəyi nə dərəcə bacarır? Öz bacarığına uyğun öyrənməni və bu bacarıqları təqdim etməni öyrənməlidir. Demək, qruplardan biri konstruktor masası idi. Mən şagirdlərə bu masalardakı fəaliyyətlərini açıqladım. Bu masa xətti funksiyanın əsas elementlərini tanımaq, tətbiq etməyə xidmət edir. Yəni, şagird əmsalların təyini, qiymətlərin tapılması, qrafiklərin qurulması, cədvəlin qurulması, cədvələ uyğun koordinat sistemində sadə təsvir vermək, nöqtələrdən hansının qrafikə aid olub-olmadığını müəyyən etməli idi. Masalarla şagirdləri vizual olaraq tanış elədim. İkinci masanı uyğun olaraq analitiklər masası adlandırmışdım. Bu masanın iş prinsipi nədən ibarət idi? Qrafiklərin koordinat sistemində vəziyyətini təhlil etmək üçün oxlarla kəsişməni, paralellik şərtini, rüblərin təyini. Üçüncü bir masa isə artıq buradakı masanın fəaliyyəti nədən ibarət idi? Mürəkkəb anlayışlara uyğun yol seçmək, proqnoz vermək, bacarıqlarını formalaşdıraraq həyatı situasiyalarla əlaqələndirməyi bacarmaq üçündür. Və şagirdlərə müraciət elədim. Sizin hansınız bu masalardan hansında işləməyi uyğun bilirsinizsə, o masalara keçə bilərsiniz. Təbii ki, şagirdlərə təlim nəticəsi də, sonda onları nə gözləyəcəyi də bildirildi və şagirdlər masaları seçdilər. Buna uyğun fəaliyyət göstərdilər və iş vərəqlərində işləməyə başladılar. Müəyyən zaman çərçivəsində işlərin təqdimatları başladı, fikirlərin mübadiləsi başladı, cavabların doğru olub-olmadığı müəyyən olundu. Və bu işlərlə sizi tanış da eləyə bilərəm. Hansı işlər idi? Deməli, funksiya verilmişdi, KB əmsallarını müəyyən etmək, qiymətlərini tapmaq, verilən funksiyanın x verildikdə y-i, y verildikdə x-i tapmaq, qiymətlər cədvəlinə uyğun koordinat sistemində qrafiki təsvir edib, nöqtələrin aid olub-olmadığını müəyyən etmək. Analitiklər masasında oxlarla kəsişməni, verilən funksiyanın koordinatlarını tapmaq, paralellik şərti ilə qrafika paralel olan və koordinat başlanğıcından keçən xətti funksiyanı qurmaq, rübləri təyin etmək, cavablarını qısa hesablama ilə əsaslandırmaq. Və əgər fikir verirsinizsə, mən seçimlərimdə də, baxın, sual işarəsidir. Analitiklər masasında sual işarəsi daha dərin köklərə gedir. Yəni, analitiklər təbii ki, nə üçün, niyə, müqayisə eləmək, təhlil etmək, bütün bunların hamısını bacarmalıydılar. Və sonda strategiyaçılar müəyyən qarşılarına məqsəd qoyub, bu məqsədə hansı vasitə ilə çatmağı müəyyən eləməli idilər. Tapşırıq olaraq isə strategiyaçılar masasının yükü daha ağır idi, belə deyək. Atalar sözü qoymuşdum, atalar sözü ilə xətti funksiyanı əlaqələndirməli idi. Yaxşı oğul neylər ata malını, yəni mirasını, yaman oğul neylər ata malını. Bu, atalar sözünü xətti funksiya ilə necə əlaqələndirməklərini izah eləməli idilər. İkinci tapşırıq olaraq, yəni situasiya olaraq qoymuşdum ki, fərz edək ki, ona qalan mirası
idarə edən övladların həyat qrafiki verilən nöqtələrdən keçən xətti funksiyadır. Həmin funksiyanın qrafiki ilə digər qrafikin keçmə nöqtələrinin koordinatları cəmini tapmalı idi. Məchul parametri absis oxu ilə kör-bucaq əmələ gətirdiyini bilərək K əmsalının hansı şərti ödədiyini müəyyən etməli idi və hər hansı bir qiymətə uyğun nümunə göstərməli idi. Təbii ki, şagirdlər arasında masanı yanlış seçənlər də olsa, onlar bir-birlərinə dəstək olaraq, bir-birlərini, belə deyək, izah eləyərək əməkdaşlıqla bildiklərini ortaya qoymağı bacardılar. Məncə bu dərs alındı. Bundan əlavə, biz bilirik ki, dərs prosesində şagirdlərin hansı sürətdə cavab verəcəyi, hansı sürətdə izah eləyəcəyi, nə qədər bizim vaxtımızı alacağını bilmədiyimizə görə mən hər ehtimala qarşı köməkçi suallar da qoymuşdum. Amma təbii ki, qrup işlərinin ağırlığına görə bunlara heç zaman qalmadı. Amma təbii ki, bütün dərsi təşkil edərkən biz bu şeyləri nəzərə almalıyıq. Şagirdlərin izahları, cavabları çox mükəmməl idi. İstər konstruktor masasından, yəni uyğun olub olmadığını da rahat şəkildə müəyyən eləyirdik. Cavablar doğrudurmu, doğru deyilmi? Bunları müəyyən elədik. Və hər bir şagird dərsə diqqətlə qulaq asdığına görə düzgün cavablarında, baxın, atalar sözündə yaxşı oğul riyazi qarşılığı olaraq sərvəti artırır, K-nın müsbət olması, funksiyanın növünü artan, azalan olmağını, yaman oğul atasından qalan mirasını dağıtmasını, K-nın mənfi olması, azalan olması, ata malı, yəni başlanğıc kapital, B sərbəst həddi, Y oxu ilə kəşmə nöqtəsi idi. Burada biz əsas həyati bacarıqlarla, yəni bir atalar sözü ilə K-nın B-nin işarəsindən asılı olaraq bu sərvətin artıb azalan olmağını müəyyən elədik. Belə ki, şagirdlər dərk elədilər ki, atalarından nə qədər qalan miras olur olsun, əgər K müsbət deyilsə, iflasa gedəcək. Hətta olmasa belə, heç bir miras qalmasa belə, yaxşı oğul heç bir mirasa arxalanmır, özü dəyər yaradır. Bütün bunların hamısını şagirdlərə biz çatdırmaqla həm şagirddə maliyyə savadlılığını artırmış oluruq. Həm şagirdin ümumiyyətlə funksiyanın insan xarakteri ilə bağlı, müsbət xarakterli, yoxsa mənfi xarakterli olmasıyla artan yaxud azalan olmasını daha yadda qalan edib, daha anlayışlı izah eləyə bilirik. Və bunun nəticəsində də şagird həm dərsi dərk eləyir, həm də dərk etdiyini həyati bacarıqlara çevirməyi bacarır. Qrup qiymətləndirilməsi nəyə nail olmalıydıq? Texniki hesablama konstruktorlar üçün funksiyanın cədvəlini dəqiq qurur, nöqtənin qrafikə aidliyini yoxlayır, riyazi simvollarla səliqəli şəkildə işləyir. Analitiklər qrupu nəyə nail olmalıydı? Kəşməni dəqiq tapır, rüblər və paralelliyi analiz edir, grafikin xarakterini izah edir. Strategiyaçılar tənliyi sıfırdan qura bilir, parametrin şərtini müəyyən edə bilir, atalar sözünü riyazi modelləşdirir. Bütün bu bacarıqlara sahib olması artıq bizim dərsimizin təlim nəticəsinə çatmağımızı göstəricisidir. Eyni zamanda, demək, dərsin refleksiya mərhələsi olaraq mən hazırladığım Learning-Gaz proqramında milyonçu şousunda verilən funksiyanın, xətti funksiyanın qrafiki hansı həndəsi fiquridir? Yəni, bir çox suallar qoyulmuşdu. Şagirdlərin bir əyləncəli şəkildə və hər kəsdə A, B, C, D kartları var idi. Doğru cavabın olub-olmadığını həm kollektiv şəkildə, həm fərdi şəkildə cavablandırdılar. Y oxu ilə kəşməsi üçün nöqtənin müəyyən olunması, yəni müxtəlif formada təşkil eləmişdim, bunu hazırlamışdım və şagirdlər üçün də çox. Bir şamın boyu 20 santimetrdir, hər saatda 2 santimetr yanırsa, qalan boyun zamandan asıllığının düsturu.
Baxın, gördüyünüz kimi qrafiklər üst-üstə düşərsə nə baş verirdi? K-ların və B-lərin eyni olduğu şərtdən və eləcə də bir insan get-gedə tənbəllik edirsə, dərslərini zəifləyirsə, fəaliyyət xətti absissuğunu müsbət istiqamət ilə necə bucaq əmələ gətirir? Bütün bunlardan sonra şagirdlər verilən cavabla özlərinin dəyərini anlayırdılar. Və bu şagirdlərə çox əyləncəli, çox maraqlı gəldi. Eyni zamanda mövzunun möhkəmlənməsi lazım olan səviyyədə baş tutdu. Yekun olaraq, eyni zamanda fərdi qiymətləndirmə, çünki şagirdlər özləri də işləyirdilər. Mən şagirdlər üçün bir uğur qutusu düzəltmişdim və bu qutularda istər konstruktorlar masası, istər analitiklər, eləcə də strategiyaçılar üçün hər birinə hansı bacarıqlara malik oldular, sahib oldular, ona uyğun mesaj şəklində konvertlər hazırlamışdım və eyni zamanda məqsədim ondan ibarətdir ki, bilirsiniz, biz təkcə şagirdlərin dərsi nə dərəcədə mənimsəməsini, nə dərəcədə öyrənməsinin nail olmağa çalışmırıq. Biz eyni zamanda bir şəxsiyyət olaraq şagirdin necə yetişməsinə diqqət edirik. Belə ki, mən həmişə şagirdlərə deyirəm, əgər yüksək nəticə verən bir şagirdin yanında sən zəif nəticə, belə deyək, 5 alanda, belə deyək, ənənəvi şəkildə izah eləsək, 5 alan şagirdin yanında 2 alırsa şagird, mən həmişə o şagird üçün vurğuluyorum ki, afərin sənə. Çünki sən ilk növbədə dürüst insansan. Başqasının haqqın olmayan bir şeyini oğurlamağa cəhd eləməmisən. Və eləcə də mənim burada o uğur qutusunu və açarı dürüstlük olan bir simvolik qutunu qoymaqda məqsədim oydu ki, görüm şagirdlər öz bilik bacarıqlarını özləri necə dəyərləndirirlər. Özlərini normadan artıq şişirdilmişmi görürlər, yoxsa özgüvən əskikliyi mi var, bunu da nəzərə alaraq o qutunu mən qoymuşdum və şagirdlər üçün çox xoş oldu bu. Və səviyyələr üzrə şagirdin bacarıqları, fərdi qiymətləndirmə, birinci konstruktorlar üçün funksiyanın düsturuna baxıb KB əmsallarını müəyyən etmək, verilmiş nöqtələrə sadə qrafik qurmağı bacarması artıq təməl quruculuğun uğurla başa çatması demək idi. İkinci, üçüncü səviyyə, yəni analitiklər üçün mən nəyi bacardım? Qrafikin koordinat oxları ilə hansı nöqtədə kəsişdiyini hesablamağı, KB-nin hansı rüblərdən keçəcəyini sübut etmək, eləcə də tədqiqat və analiz missiyasının tamamlandığını, bacardığını göstərdi. Eyni zamanda 3-cü və 4-cü səviyyədə artıq strategiyaçılar üçün 2 nöqtəyə əsasən yeni bir funksiya düsturunu tərtib etmək, bucağın parametrdən asılı olaraq bucağa görə funksiyanın növünü müəyyən etmək, həyat fəlsəfəsini riyazi dilə çevirməyi bacararaq nəyə nail oldular? Strateji düşüncə və dürüstlük zirvəsini fəth etdilər. Bütün bununla şagirdlər özlərini fərdi olaraq da qiymətləndirdilər. Eləcə də ev tapşırığı olaraq mənim uğur modelim. Qarşıdan gələn aylar ərzində özünüzün inkişafınızı bir xətti funksiya kimi təsvir edin, KB-ni müəyyən edin, dərslərə, inkişafa ayıracağınız zəhməti K-nı hazırda malik olduğunuz bacarıqlarla 1-10 bal arasında müəyyən edərək x bərabər 4, x bərabər 5, yəni aprel-may ayı üçün hansı nöqtədə olacağını hesabla, qrafik qur, dürüstlük hesabatla təhlil et. Bu mənim ev tapşırığım oldu. Eləcə də yekun olaraq uşaqlara onu çatdırdım ki, biz bugün koordinat müstəvisində sadəcə xətlər çəkmədik. Həyatın modellərini qurduq. Gəldiyimiz nəticələrə baxanda gördük ki, həyatın riyaziyyatla əlaqəsini dərk etdiniz. Unutmayın ki, həyat özü bir funksiyadır. Biz bunu düz xətti olaraq təsvir etsək də, həyat heç də bizim düşündüyümüz kimi düz xətt olmaya bilir. Amma biz o zaman insanlığın zirvəsinə yol alırıq ki, B bizə qalan miras nə qədər dəyişsə də, həyatımızdakı K, yəni zəhmət, tərcih xarakterimizin müsbət olmasını qoruyub saxlaya bilək. Bu, B-nin varlığı həyatımızda zəruri şərtdir, amma kafi deyil. Əgər biz dürüstlük açarı ilə uğur qutusunu aça biliriksə, deməli, bizim üçün həyatda heç nə çətin yoxdur.
Yolumuz hər zaman artan xətt üzrə olsun. Dərs bitsə də uğura gedən yolumuz bitməsin. Bununla da bizim dərsimiz yekunlaşmış oldu. Məncə mən bu dərsdə funksiya haqqında, yəni xətti funksiya haqqında şagirdlərin yetərincə bilik, bacarığa malik olmağına nail oldum. İstədiyim nəticəni ala bildim.